ACB üçbucağı verilib və bizdən buradan düzbucaqlı üçbucaqdır. Və düzbucaq təpəsinə nə çəkilib? Yenə hündürlük çəkilib. D hündürlük, CD hündürlüyü çəkilib. İndi verilənləri üzərinə yazaq. AC-miz 6-dır. Bura 6. AB-miz 10-dur. Bax, buradan bu hissəmiz 10-dur. Və bizə CD-ni verib. CD haradır? Bu hissə. Bax, CD-ni nə verib? 4,8 verib. Bizdən ABC üçbucağının perimetrini soruşur. Biz perimetri tapmaq üçün bu hissəni tapmalıyıq. Necə yazaq biz buradan? Yenə bax, bu düzbucaqlı üçbucağın sahəsi ilə yəni sahələr bərabərdir da. Yəni mən bax sahə düsturlarını yazsam, düzbucaqlı üçbucağın sahəsini necə tapırdıq? Katetlərin hasilinin yarısı. Sonra üçbucağın digər düsturu nə idi? S bərabərdir AH, düzdürmü? AH bölünsün 2 düsturu idi. Və bizə birinci bunu tapaq, çünki bizə A ilə H məlumdur. Tapaq bunun düsturun sahəsini. A-mız 10, H-ımız 4,8 bölsək 2-yə sahəni taparıq. Neçə eləyəcək? Elə bir 48-i 2-yə bölürük də, onu 4,8-ə vursaq 48 eləyər. 48-i də 2-yə bölsək 24. Deməli, üçbucağımızın sahəsi 24-dür. Əgər mən 6 vurulsun x bölünsün 2-ni də 24-ə bərabər eləsəm, oradan x-i tapa bilərik. Yəni 6 vurulsun x-im 48-dirsə, x-im neçə olacaq? 8 olacaq. Yəni x-im oldu 8. İndi mən perimetr tapa bilərəm da. Perimetr nəyə bərabər idi? Tərəflərinin cəminə. Yəni neçələrdir? 18, 24. Bitdi.